Salam millət, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizin mövzusu risk menecment, risk idarəsi. Bəlkə də bu vaxta qədər öyrətdiyim dərslər içərisində ən vacib dərslərdən biridir. Çünki risk idarəsi olmadan bu işdə həqiqətən uğur qazanmaq çox aşağı bir faizdir. Çünki risk idarəsi səni hər cür mənfi situasiyalardan qoruyacaq. Burada ən əsas toxunacağım mövzulardan biri psixologiyadır, ikinci stopdur, üçüncü isə gün ərzində neçə əməliyyat açmaq lazımdır və bu əməliyyatları necə idarə etmək lazımdır. Bunlar olacaq. Mütləqdir ki, bu videoya çox diqqətlə qulaq asın. Amma onu da vurğulayım ki, burada dediyim sözlərin heç biri sizin şəxsi trade karyeranızda mənfi təsir və yaxud da müsbət təsir göstərsə, hər ikisində belə məsuliyyəti siz daşıyırsınız. Mən sadəcə burada YouTube-da öyrətmə məqsədli, ümumiyyətcə paylaşma məqsədli paylaşıram. Faydalanmaq istəsəz, təbii ki, faydalana bilərsiniz. İstəməsəz yenə də ekranı bağlayıb, təbii ki, videonu bağlaya bilərsiniz. Aha, keçirik əsas mövzuya. Risk menecment. Ümumiyyətcə, risk menecment nədir? Və yaxud da ki, risk menecment niyə işimizə yarayır? Ondan da əsas sual. Biz tradingdə qaçılmaz bir faktor var ki, bu stopdur, düzdürmü? Yəni, biz hər ehtimalda stop olacaq. Bunu bilirik. Yəni, bu dəyişilməz bir faktdır ki, stop olmayan trader yoxdur. Bəs ümumiyyətlə stop nədir? Və yaxud da biz bu stopu necə dəyərləndirə bilərik? Və yaxud da ki, stop həqiqətən də qorxulu bir şeydirmi? Buna toxunacağıq. Sonra keçəcəm ümumi bir idarəsinə. Bu psixoloji tam olaraq video deyil, sadəcə risk menecmentdir. Amma risk menecmentdən də bağlı kiçik bir stopa toxunacağıq. Ümumiyyətlə, stop əməliyyat açan zaman mütləq ki, stop oluruq. Düzdürmü? Bu normaldır. Əslində stop olmağımız o qədər də pis şeydirmi? Bunu biraz hekayələndirəcəm fərqli tərzdə. Bu mənim baxış bucağımdır. Ola bilsin ki, sizdə fərqlidir. Belə bir şey deyə bilərəm ki, düşünün, hər hansı bir işdə bir obyekt açmısınız və yaxud da bir biznesə girmisiniz. Heç bir fərqi yoxdur. Yəni, hər hansı bir işdəsiniz, düzdürmü? Bu işin gediş-şat prosesi necə olur ki? Deyirəm ki, sən obyekt hər kəsin yəni başa düşdüyü bir sistemi deyəcəm ki, obyekt açmısan və bu obyektin deyirəm ki, ümumi bir dövriyyəsi var və yaxud da yatırımın var sənə. Tam bura deyirəm ki, 10.000 dolar, 20.000 dolar yatırım eləmişsən. Və bu obyekt sənə ay ərzində total profit verir ki, 10.000 manat. Düzdürmü? 10.000 manat verir. 10.000 manat nağd kar mı sayılır? Yox. Təbii ki, bu artıq bölünür. Obyektin işçiləri var. Obyektin, misal üçün 10.000 dedim, 20.000 olsun. Burada 10.000 deyirəm ki, obyektin işçiləri var. Sonra burada aşpazı var, deyirəm ki, administrasiyası var, sonra qabyanı var. Bu tipli yəni yerlər var. Düzdür? Bunlar təbii ki, maaş olaraq oradan çıxar olur. Yəni total gəlirin, ümumi gəlirin çıxarları var. Və yaxud da buradan vergi məsələsi var, və yaxud da ki, fövqəladə var, və yaxud da ki, bu tipli çox şey var, qabların qırılması var. Demək olar ki, dərin mövzular, düzdürmü? Bunlar hamısı çıxarlardır. Yəni sənin ümumi gəlirindən verməli olduğun yerlərdir. Bəs niyə bunları verirsən? Bunları verdikdə sən mənfidən mi olmuş sayılırsan? Əsas mövzu budur. Deyil. Mənfidə olmuş sayılmırsan. Niyə? Çünki sən aşpazın pulunu verməsən, obyektin pulunu verməsən, vergini verməsən, heç cürə sən bu obyekti işlədə bilməyəcəksən, düzdürmü? Deməli, əslində buradakı pulu verməyin sənin çıxarın deyil, işin gedişatıdır. Aha. İşin gedişatıdırsa, deməli bu itki qismi sayılmır, düzdürmü? Bu itki deyil, artıq işin bir parçasıdır. Bu mütəmadi olaraq, yəni istifadə olunması bir mövzudur, istifadə olunması bir metoddur. Yəni hər zaman sən işçi pulunu verməlisən, hər zaman sən vergi verməlisən, hər zaman əlavə yenə də qıraqda bir müddət pul ayırmalısan ki, bu da əlavə bir xərclərin puludur, düzdürmü? Sən eynilə trade edən də bu şəkildədir. Sən tradingə deyələm ki, ay ərzində, misal üçün deyək, nəzərdə tuturam, gün ərzində 2 əməliyyatdan götürsək, 60 əməliyyat açmısan, həftə sonu falan ümumi hesablar var. Deyirəm ki, 6 əməliyyat açmısan, daha doğrusu üzr istəyirəm, 60 əməliyyat açmısan, bu 60 əməliyyatın təbii ki, stop olmalı, yəni olanı və olacaq içində. Bu qaçılmaz bir faktordur ki, içində stop olacaq. Amma sən bu stopu necə idarə edəcəksin, artıq səndən asılıdır. Aha, ora gələcək, ora dərin mövzudur. İndi stopun olması sənin üçün problemdirmi? Onu başa düşməliyik. Əgər ki, sən 60 əməliyyat açacaqsansa, gün ərzində 2 əməliyyatdan götürürəm və ayın biridirsə, biri qəşəng, ikisi qəşəng, üçü qəşəng, 4-ü stop oldun, qrafikə bağladınsa, gün ərzində sən profitə və yaxud da ki, ayın sonunda 60 əməliyyat aça bilməyəcəksən, düzdürmü? Çünki qrafikə bağladın, dedin ki, alınmır məndə. Və yaxud da bugün alınmadı. Və yaxud da ki, bu həftə alınmır məndə. Nəticə olaraq sən necə oldun? İşin gedişatını pozdun. Çünki stop olmaq, yenə dediyim kimi, işin gedişatını pozan bir şey deyil, işin içində olan bir şeydir. İşin gedişatının içində olan bir şeydir ki, bu
Stop olmalısan. Yəni ilk öncə bunu demək istədiyim, toxunmaq istədiyim məqam burada stopdan qorxmamağımızdır. Yəni çox normal bir hadisədir. Necə ki take profit olsan, necə ki stop olursan. Aha. Mütləqdir ki, stop olduqda heç bir mənfi reaksiya verməyəcək. Mənfi reaksiya verməməyin üçün də ən başlı səbəbi sənin risk menecmentində. Çünki sənin riskə atacağın məbləğ hər zaman psixologiyanda problem yarada bilməyəcəyi bir məbləğ olmalıdır. Burada toxunacağıq. Bunu əslində psixologiya dərsində toxunacağıq. Aha, stop mövzusu aydındırsa, ola bilər fikirlər yanlış ola bilər fikirlər fərqli ola bilər. Burayla bağlı fikirləriniz varsa yorumlarda yazın. Amma demək istədiyim odur ki, bu gedişatı qəbul etmək lazımdır ki, biz necə ki take profit olmağı bu işin bir parçası sayırıqsa, stop olmağı da bu işin bir parçası saymalıyıq. Mütləqdir. Çünki gedişat bu şəkildədir. İkinci mərhələ. Keçirik gündəlik risk idarəsi planı. Çoxunuzun Telegram kanalında əsasında gördüm ki, çoxunuzun planı yoxdur. Bunu da istəyirsiniz Telegram kanalında görsədim. Yəni hər biriniz gələ bilərsiniz. Ödənişsiz şəkildədir. Bura bizim Telegram kanalımızdır. Bura qatıla bilərsiniz. Misal üçün bugün paylaşılan əməliyyatlardır. Burada belə bir əməliyyatlar, analizlər bölməsi. Yəni burada əməliyyatlarımızı paylaşırıq. Stop analizlər bir-birimizə dəstək oluruq. Söhbət bölməsi var. Sonra uğurlar bölməsi var ki, biz burada uğurlarımızı paylaşırıq ki, özümüzü motivasiya məqsədli və yaxud da ki, sevincimizi bölüşdüyümüz yerdir. Sual-cavab bölməsi var. Sualları yazırıq. Sonra cavablar almaq. Əsasən də YouTube-dan gələn tələbələrimiz üçün bu bölməni aktivləşdirmişəm ki, suallar varsa oraya yazın. Bura günlük gözlənti bölməsidir. Ümumi şəkildə bu şəkildədir. Yəni, gəlmək istəsəniz hər biriniz dəvətlisiniz. YouTube-un açıqlama hissəsində mütləq ki olacaq. Yəni, mən orada müşahidəmə əsasən gördüm ki, çoxunuzun trade planı yoxdur. Və ona görə bir trade planı hazırlamağa çalışdım ki, özünüz əməliyyat açan zamanı mütləq ki, bu qaydaya riayət edəsiniz ki, uğurlu, yəni daha doğrusu boş bir əməliyyatlardan münasibətinizi də pozmayasınız, fonunuzu da partlatmayasınız, ümumiyyətlə bir disiplin formalaşdırasınız. Aha, gündəlik risk idarəsi planı. Mən bu şəkildə hazırlamışam. Mənim istifadə etdiyim böyük fonlarda bu şəkildədir. Real hesabda fərqlidir, amma əsas fonlarda bu şəkildədir. Ki, yaxşıdır, pisdir, siz qərar verin. Təbii ki, seçim sizin. Mən bu şəkildə istifadə etməyi daha çox sevirəm. İlk öncə, onu da unutmayaq. Burada hazırlanan plan sadəcə və sadəcə reallığa əsaslanıb. Yəni, mən deyərdim ki, gün ərzində bir əməliyyat açın. Və bu artıq, burada 90% bəlkə də ələndi. Düzdürmü? Yəni, videonu izləyən 90% artıq qrupdan çıxdı. Mən özümdə daxil. Bu, belə istəmirəm. Çünki bilirəm ki, bunu özünüzdə hazırlaya bilməyəcəksiniz. Yəni, disiplininiz yoxsa hal-hazırda, bunu özünüzü o dəqiqə otuzdura bilməyəcəksiniz. Amma ki, günə bir işləm çox süperdir. Aha, ona görə mən gün ərzində 3 işləm nəzərdə tutmuşam. Maksimum 3 işləm nəzərdə tutmuşam. Bu da artıq orta statistikaya əsasən hər kəsin aldığı ya 2 olur, ya 3 olur. Ki, 3 də çoxdur. Və bütün qaydalarımı minimum 3 ay üzərində qurmuşam. Heç birinizin 3 aydan aşağı əməliyyat almağınızı istəmirəm bu risk menecmenti əsasən. İlk qayda, əsas qayda, çalışın ilk işləm TP olsun. Çalışın nə deməkdir? Ümumiyyətcə, necə çalışa bilərik ki, ilk işləm TP olsun? Bax, biz qrafikin qarşısında əyləşəndə bəzən çox dəxilsiz əməliyyatlar alırıq. Yəni, bu yəqin ki, hamımızda oldu, düzdürmü? Çox əlaqəsiz bir əməliyyatlar alırıq. Yəni, baxırıq ki, burada heç nə yox idi mənim əməliyyata girməyim üçün. Niyə girdim? Düşünəndə baxırsan ki, heç bir şey yoxdur, düzdürmü? Və sonradan peşman olursan. Bu ilk əməliyyat ola bilməz. İlk əməliyyata hər bir şey qayda uyğun olmalıdır. Hər bir şey. Strategiyanın bütün qaydalarına riayət etməlidir. Çünki ilk işləm sənin günüvə formalaşdıracaq işləmdir. Ya sən günə çox uğurlu başlayacaqsan, ya da bir addım geridən başlayacaqsan. Ona görə mütləqdir ki, sən günüvə minimum 3 addım irəlidən başlayasan. Bütün enerji ayırırsan ilk işləmə. Bu take profit olmalıdır. Mütləqdir ki, yəni take profit olmalıdır. Təbii ki, məlum məsələdə take profit olmayacaq hər dəfəsində. Sadəcə sən çalışacaqsan ki, bu take profit olsun. İlk işləm take profit olmalıdır. Hər stop 1 ar, hər take profit minimum 3 ar. Ki, bizim tələbələr də bilir, biz minimum 3 ardan aşağı əməliyyat almırıq demək olar ki, erərlərimiz böyükdür, yəni. Ki, qrupda da baxıram ki, yəni hər kəs minimum 3 ardan yuxarı işləyir. Ona görə reallığa əsasən, yəni qrupda gördüyümə əsasən baxmışam. Burada elələrinizi təbii ki 5 ar olur, 10 ar olur. Mən minimum nəzərdə tuturam. Yəni burada mən deyirəm ki, elə gün olacaq ki, tamam 5 ardan günü bağladıq minimum 3 ara nisbətən. Amma əslində reallıqda siz orada 5 ar hədəfləyəcəksiniz, 6 ar hədəfləyəcəksiniz. Tam daha profit olacaq. Yəni hər ehtimalda minimum həmin rəqəmdə bağlamağa çalışacağıq. Aha. Gündəlik maksimum 3 işləm.
Bu qaçılmaz bir faktdır. Hər ehtimalda günün sonunda 3 işləmin artığı olmaz. Ardıcıl 2 stopda, yəni mənfi 2 ara düşdükdə mütləqdir ki, gün bağlanmalıdır. Mütləqdir ki, gün bağlanmalıdır. Amma gün bağlanmalıdır, o demək deyil ki, sən qrafiki sakit qoyursan qırağa. Orada sən etməli olduğun iş var. Birinci iş götürürsən, bütün dəftər ruskavı açırsan qrafiki və başlayırsan burada yazmağa. Niyə stop oldum? Niyə stop olduğum sualın ətrafında başlayırsan araşdırmağa. Bütün faktorlar, bütün səbəbləri araşdırırsan. Nəticəni də yazırsan ki, aha, mən bugün stop olmuşam. Misal üçün, tələskənlik. Misal üçün, bunu gözləməmişəm. Mən təxmin edirəm. Entrim buraydı, burada girdim. Bunları yazdın mı? Yazdım. Data formalaşdırırsan. Artıq bu sənin üçün müəyyən data formalaşdırır. Sən artıq sabah əməliyyat olanda, 5 ay sonra əməliyyat olanda deyirsən, deyən görüm, mən bunu dəfələrlə eləmişəm. Bu səhvə dəfələrlə düşmüşəm. Və artıq o səhvdən qaçacaqsan. Bunu yazmayanda, inanın ki, yazmayanda biraz fərqli olur. Yəni, beyin tam öyrəşə bilmir. Amma yazdıqda daha rahat olur. Təbii ki, yazmasaz da seçin sizin də. 4 mərhələyə bölmüşəm. Əsas olacaq 3 mərhələ. 3 mərhələni dərindən sizə izah edəcəm. Mərhələ 1. İlk işləm take profit olduqda. Günə başladınız və ilk işləminiz take profit oldu. Artıq günə qazanc ilə başlamısan. Plus 3 arın var sənə. Naqd 3 arın var. Və bunu da deyim. Gün ərzində take profitin və stopuna qətiyyən toxunulmur. Maksimum stop enter oluna bilər, amma take profit və stop qətiyyən toxunulmur. Sən əməliyyatı açmısansa və take profitin olacağını bilirsənsə, stoplu təyin eləmisənsə, artıq orada take profit stopu dəyişmək bir növ beynimi ona hazıra ki, öz biliyinə xəyanət edirsən. Çünki bunu sən əməliyyatın əvvəl açmısan, indi hal-hazırda sənin emosiyaların məcbur edir ki, bunu dəyiş. Ona görə sakit saxla. Maksimum stop enter elə, amma toxunma take profit və stopu. Bunu bu şəkildə edə bilərsən ki, take profit stopu nizamlamaq üçün take profit 1, take profit 2, take profit 3 olaraq hədəfləyə bilərsən. Bu nədir? Bunu mən başqa videolarda izah edirəm, amma naqd karı hər zaman cibə qoymaq lazımdır. Bunu izah edirəm. Bu əslində gözəl mövzudur. Kaş burada izah edərdim. Olsun. Video olaraq göstərmək istəyirəm. Qrafik üzərində izah edirəm. Gələn videolarda hansındasa. Tamamdır. Bunu çox gözəldir. Ona görə bunu ayrı bir vaxt ayıracağam. Aha. İlk əməliyyat artıq take profit oldu, düzdürmü? Sən 3 aradan günə başladın. İkinci əməliyyat açılma şansı var artıq. Çünki ikinci işləm açılır. Stop olsa belə balans hələ də plusdasan və artıq mənfi 1 ar itirdin, düzdürmü? Amma əvvəl nə idi? 3 ar profitdəydin. Yəni indi hal-hazırda sənin 2 arın var. Yəni rahatsan, çox rahatsan. Sənin gün ərzində mənfidə bağlama ehtimalın yoxdur. Çünki 2 arın var. Üçüncü işləmdə artıq açılma şansı yaranır. Çünki sən biri take profit olmusan, biri stop olmusan. 2 stopda bağlayacaqdıq. Üçüncü işləm açılır, əlavə qazanc şansı yaranır. Stop olsa maksimum sən 1 ar itirəcəksən. Əvvəlki 2 arı da nəzərə alsaq, sən günü 1 ar profitdə bağlayırsan, düzdürmü? Take profit olsan, plus 5 arda bağlayacaqsan. 3 ar üstünə gələcəksən minimum. Əvvəlki də 2 ar, 5 arda bağladın. Yəni nəticə olaraq sən günü pis tərəfdən bağlasan, plus 1 ardan bağlayacaqsan. Mənfi tərəfdən bağlasan, plus, daha doğrusu yaxşı tərəfdən bağlasan, 5 arda bağlamış olacaqsan. Bu sənin birinci mərhələndir. Bir də bunu da deyim ki, millət, biraz fikir verməli olduğumuz mövzular var. Bəlkə yeni başlamışsınız, bəlkə hansı mərhələdəsiniz, hələ bunu tam başa düşməmişsiniz. Amma errorun burada böyütməyin çox da mənası yoxdur. Əməliyyat sayının böyütməyin çox da mənası yoxdur. Sən burada fonunu böyüdürsən, balansını böyüdürsən, bitdi, getdi. Yəni sən burada böyük fonda 3 ar yox, 1 ar belə sənin üçün əla bir şeydir. 1 ar belə. Ona görə burada çox o mövzulara qaçmayın. 5 ar, 10 ar, 20 ar yox. Verirsə alın, təbii ki, niyə dəyərləndirməyəsiniz ki? Amma naqd karı hər zaman, yəni onu qoyun cibə. Aha. İkinci mərhələ. Artıq keçdik ikinci mərhələyə. Birinci günü bu şəkildə. Bax, gün deyil, mərhələdir. Yəni günə başladım. Birinci take profitlə başladınsa artıq bu qaydaya uyğun hərəkət edirsən. Stopla başladınsa bu qaydaya uyğun hərəkət edirsən. Misal üçün. Bu qaydaya üçüncü mərhələdə deyəm 2 stop oldusa bu qaydaya uyğun hərəkət edirsən. Aha. Mərhələ 2. İlk işləm stop oldu və ikinci əməliyyat take profit. Aha. Günə artıq sən mənfi 1 arla başlayıbsan. Alınmadı, yəni əməliyyatdır, açsın, alınmadı. Ola bilərmi? Ola bilər. Çox normaldır. İkinci əməliyyat amma take profit oldu, düzdürmü? 3 ar üzərinə gəldin. Mənfi 1 ar, topladın, plus 2 ar. Profitdə olursan minimum. Çünki biz itirdiyimiz maksimum 1 arda, onu unutmayaq. Amma minimum 3 ar hədəfləyirik. Yəni daha çox da ola bilər. Üçüncü işləm artıq nəticəsinə görə ya sən günü 1 arda bağlayacaqsan. Çünki itirsən, 2 ar profitdəsən, düzdürmü?
itirsən 1 ar düşmüş olacaq. Qazansan 2 ar üzərinə minimum 3 ar, 4 ar, yəni sən günü artıq profitdə bağlayacaqsan. Üzr istəyirəm, bizdə saniyə. Yox, bura 4 yox. 4 yox, bizdə saniyə 5. Aha. Günə 5 arda bağlayacaqsan. Yəni sən hər ehtimalla yenə profitdəsən. Gördünmü? 2 gündür sən 2 mərhələyə əsasən yenə profitdəsən. Amma bu qaydaya riayət etmək vacibdir. Üçüncü mərhələ ilk işləm stop. İkinci işləmdə stop olduqda artıq ardıcıl 2 dəfə zərər psixoloji riski artırır. 2 arada günü, mənfi 2 arada günü mütləqdir ki, dayandırırsan. Trade eləməyə dayandırırsan. Nəticə 2 ar, mənfi 2 ar. Amma o demək deyil ki, 2 ardan dayanır. Sənin qrafik qarşısında etməli olduğun vəzifələrin var. Gün bitməmiş. Bu nədir artıq? Bayaq dediyim, qrafiki açırsan, qoyursan qarşına, dəftərini açırsan, qoyursan qarşına və başlayırsan o niyə sualını tapmağa. Mən niyə stop oldum? Bütün günü ona verirsən. Fürsətlər qaçsın, problem deyil. O fürsətlər yenə yaranacaq, dəfələrlə yaranacaq, hər gün yaranacaq, hər həftə yaranacaq. Amma sən o stopun cavabını tapmasan, o fürsətləri təbii ki, dəyərləndirə bilməyəcəksən. Ona görə fokuslanırsan, mütləqdir ki, o stop nədir? Cavabını tapmağa. Dördüncü mərhələ, bu əlavə bonus mərhələdir. Yəni, sən ilk əməliyyatın take profit, ikinci əməliyyatın take profit, artıq gündə sən minimum 6 ar profitdəsən. Risk sıfırdır. Yəni, risk qətiyyən yoxdur. Üçüncü işləm açılır, ya günü 5 arda bağlayırsan, 6 ardan 1 arı çıxdıq, 5 ar, take profit oldu, minimum 9 arda günü bağlayırsan. Yəni, sənin həmin gün profitin minimum 5 ar, maksimum, o da maksimum 3 ara görə maksimum 9 ar olur. Artıq sənin günü hər ehtimalda profitdəsən. Dördüncü mərhələdə. Ona görə bunların hamısına çox-çox diqqət eləməyiniz vacibdir. Üstünlük, zərərli gün maksimum sən 2 arda bağladın, bitdi. Çünki 2 əməliyyat atsan, ikisi də alınmadı və günü bağladın, bitdi. Normal günün 4 ar minimum 4 ar profit desən, güclü günün isə 9 ar profit desən. Təbii ki, bu qədər praktikada, yəni belə olmayacaq. Necə isə də çox gözəl. Qrafik baxırsan ki, əla, çox rahat. Düzdür, amma elə deyil. Elə deyil. Ola bilsin, burada o qədər mövzular çıxar ki, mən indi bilmirəm. Yəni canlı qrafikdə nə problem yaşayacaqsınız. Amma bu ümumi bir beyində olacaq bir nəzərdir. Bu qaydaya riayət etdikcə düşünürəm ki, uğurlu olma şansınız daha da çox olacaq. Təbii ki, amma öz risk menecmentiniz varsa ondan davam eləməyiniz daha gözəldir. Ola bilər. Burada unutmamalı olduğumuz mövzulardan biri də qrafik və sənsən. Başqa heç kim yoxdur. Bax, qrafik və sən. Başqa heç nə yoxdur. Hətta qrafik də yoxdur. Sən və sənin emosiyalarındır. Çünki yəni tam səmimi şəkildə qrafikə hər kəs baxır, hər kəs bir şey görür. Yaxud da ki, eyni bir müəllimdən, mentordan bir dərs alan 20 nəfərin də baxış bucağı fərqli olur. Hər kəs eyni biliyə sahibdir, eyni məlumatı alıb, amma hər kəsin baxış bucağı, əməliyyat, işləm sayı fərqli olur. Ona görə millət, burada bütün yük düşür sizin öz üzərinizə. Bax, unutmayın ki, bu işdə beyin məhsuludur. Yəni, sən beynin nə qədər inkişaf edib, nə qədər uğurludur, nə qədər gözəl işləyir, o qədər qazanacaqsan. Yəni, nə qədər beyni və məhsulu olduğunu qazancına görə bax. Bax ki, deməli, mən üzərində işləməliyəm. Bizdə belə bir şey var. Bunu deyəcəm, üzərinə keçməyəcəm. Çox bilmişlik. Bu çox pis şeydir. Yəni, düşünürsən ki, hər şey bilirsən, amma praktikada heç yoxdur. Yəni, nəzər olaraq hər şey bilinir, nəzər olaraq gedib birinə dərs verərsən, bəlkə də uzun-uzun saatlarla danışarsan, amma balansın sənin heç nədə. Bu artıq bir qorxulu bir şeydir. Qorxulu bir şeydir. Bunlardan uzaq olmaq lazımdır. Yəni, hər zaman öyrənməyə açıq olun. Hər zaman müsbət tərəfindən baxmağa çalışın. Hər şey qaydasındadır millət. Özünüzü toparlayın. Yəni, hər zaman bilin ki, bu iş uğurlu işdir. Hər kəs təbii ki, bu işdə uğurlu ola bilməz. Amma girmişsinizsə, düzgün şəkildə davam eləməyiniz, düzgün şəkildə öyrənib uğurlar əldə etməyiniz mümkündür. Tamamdır millət, hər biriniz. Allah amanında, sağ olun, var olun.